Salam mənim kanalımın abunəçiləri, seyirciləri. Mədəniyyət deyiləndə çox adam sırf incəsənətlə filan bağlı olan şeyləri düşünür. Əslində isə mədəniyyət çox geniş məfhumdur. Ümumiyyətlə yer planetində olan yaşayış mədəniyyətdir, sivilizasiyadır. Burada istifadə etdiyimiz qələmdən tutmuş yüksək texnoloji raketlərə, Tesla avtomobillərinə kimi mədəniyyətin bir parçasıdır. Universitetdə tələbələr mədəniyyətşünaslıq dərsində oturmur ki, ixtisası oxuyacam, filan edəcəm. Bu yanlış bir düşüncədir. Radioları açırsan indi görürsən ki, yəni primitiv şeylərdən danışır. Dünən başım ağrıyırdı, axşam filan şey yedim, tıxacdır, nə bilim nədir. Çeynənmiş fikir kimi çıxmasın. Bu adam öz üzərində işləmir. Bu Lev Tolstoyu, Çexovu, Hugo'nu oxumur. Onları qoydum bir kənara, oxumur, əcəb eləyir Allah xətrinə. Heç olmasa özündən əvvəlki aparıcıların, məsələn, Rahib Azərinin necə veriliş aparmağına qulaq assın. Bəyənmədiyiniz Yusif Ağayevin verilişi necə maraqda saxlamağı, səs tembri, single neçənci ildə çıxıb, qrup necə yaranıb, səhər-səhər şux mahnılar, Baneyimdən filan, yaxşı, deyək ki, Rus mahnıları qoymursunuz, yaxşı, başa düşdük sizi. Baneyimdən şux mahnılar qoymaq olar səhər-səhər, qoymaq olar. Əlbəttə ki, əhval-ruhiyyəni qaldıran, yaxşı, Yusif Ağayevi bəyənmirsiniz, Rahib Azəri deyirsiniz ki, yaşlanıb artıq, eybi yoxdur, Ovqat verilişinin temasında qocabaşımı silkələsəm, xanımın da adını deyəcəm, Ovqat verilişinin aparıcısı, görürsünüz, o heç rock stilində danışmır, filan eləmir. İnsanlarda necə gözəl ovqat yaradır. Yoxsa sən səhərdən qoşdun ora, axşam bunu yemişəm, səhər onu görmüşəm, Babasil şamı al, Fırat boru al, filan al, Beşmekan al. Yəni bu səviyyəsizlik daxı. Urivini salırsan aşağı, sən bütün Azərbaycana yayımlanırsan. Sən orada dür, inci danışmalısan. Gülsüm Əhməd qızı, Ovqat verilişinin aparıcısı. Yəni, bax, belə bir gündədir bu dəqiqə radiostansiyalar. Başa düşdüm, pul qazanmaq, beynimizi tutub pul qazanmaq. Amma radiostansiya publik bir şey dahi. Maarifləndirməlidir insanları. Danışanda fikir verməlisiniz ki, siz nə danışdınız, səhər-səhər insanlar işə gedir, hansı əhval-ruhiyyəli mahnılar qoydunuz. Bu qədər. Allah köməyimiz olsun.